Sabahınız xeyir. YouTube kanalıma xoş gəlmisiniz. Hazırda saat 08:51-dir və biz yollanırıq federasiyaya. Bizim Taekwondo'dan 2 günlük seminarımız var bugün və sabah. Və oradan sizin üçün vlog hazırlayacağım. İndi isə yoldayıq, gedirik federasiyaya. Onun yarısı orada olmalıyıq. Treninqlərimizə yavaş-yavaş başlayaq. Əslində uzun müddətdir ağlımda var idi ki, belə vloqlar çəkim, amma bilmirdim ki, necə qarşılanacaq və hardan başlayım. Bu da dedim ki, ilkin treninqdir, belə. Oradan çəkim, baxım. Əgər maraq dairəniz olsa, idmanla bağlı başqa mövzularda da vloqlar hazırlayacağam. Seminarımız 2 gün müddətində davam edəcək. Videonu sənə qədər izləyin, çox maraqlı olacaq. 49:17 biz artıq gəlib çatmışıq. İndi bizim konferans salondayıq bura. Birazdan hakimlərlə də olacaq. Yəni, treninqimiz başlayacaq və gedir. Yoxlayıram səni gününü. Görümüzü çəkirsən də yaxşıdır. Seminara hazırsan. Deməli belə. Bir dənə yerləşə bilmədin edəsin. Niyə gecikmişsiniz? Niyə gecikmişsiniz? Görüşe çıkmamıştan evvel burada yazmalısın. Ben bakıyorlar ki her kameralı görme uzağında her şeyde de olabilir. Bir orada da olur. Bir orada böyle değil. İndi hazırda trening edir və biz qulaq asırıq. Hakimlər hamısı qulaq asır, amma mən vlog çəkirəm. Və indi hazırda qaydaların müzakirəsi gedir. Yeni qaydalarla hakimlər tanış olur. Və yeni qaydalar necə icra ediləcək, məşqçilər necə qaydaları dinləməlidir, müzakirə edilir. Hazırda fasilədəyik. Bundan sonra treninqin davamı olacaq. Bugün bütün günü nəzəriyyədir. Mən biraz yuxum gəlir. 2 gündə paylaşacağıq və sabahın da bölümü var. Onu da çəkib, ikisini bir yerdə sinxron edib yayımlayacağıq. Sinxron çək də. Like edib kanala abunə olmağı unutmayın. Fasilələr necə keçir qızlar? Bu videonun əsasda çəkmə məqsədimiz odur ki, bizim digər sosial şəbəkələrimizdə bizə çox sual verirlər ki, necə hakim olmaq olar, hakimlik üçün nələr lazımdır. İndi Jalə xanım bunları sizə bir-bir başa salacaq. Deməli, səhər də qeyd etdiyim kimi bizim 2 günlük hakimlik seminarımız var və bu hakimlik seminarının ilk günü nəzəri, növbəti günündə isə praktik olacaq və bunların hamısını birləşdirib sizin üçün bir vlog hazırlayırıq. Digər sosial media hesablarında bizə sual verirsiniz. Siz bir taekwondo hakimi olaraq nə edirsiniz? Və onların qısa olaraq fraqmentlərlə bütün spoilerləri vermədən sizə təqdimatını edəcəyik və əminəm ki, maraqlı, bəzən şən, hakimlərin görmədiyiniz üzlərini görəcəksiniz. Hələlik. Çay fasiləsindən qayıtdıq. Hazırda seminarın ikinci hissəsinə davam edirik.
Nəqliyyat tələb edən bu əlavə mütaliə üçün verilən video detay hakimi, sonra tablo, növbəti seminarda tabloya giriş. Hazırda nahar fasiləsinə çıxmışıq. Seminarımız olduğu yerdən davam edəcək. Bunu da nəzərinizə çatdırım ki, bu seminar hər il dekabr ayında keçirilən seminar kimi uzun-uzadı olmayacaq. Sadəcə bəzi qaydalar dəyişdiyinə görə yarış öncəsi məlumat xarakterli daşıyır bu seminar. Bəli, bu seminarda ancaq milli və beynəlxalq dərəcəli hakimlər iştirak edir. Yeni hakimlərimiz yoxdur, çox təəssüflər olsun. Yeni hakimlərimiz inşallah ki, dekabr ayında, yəqin ki, ya dekabr, sentyabrdan sonra belə deyək. Hansısa bir ayda seminarımız olanda orada artıq imtahan xarakterli olacaqdı, yəni. Həmin ərəfədə artıq yeni hakimlər də qoşulacaqlar. Və indi hazırda keçirilən seminarda köhnə hakimlərdən kimsə iştirak etməsə, növbəti yarışlara buraxılmayacaq. Yəni bu seminarda iştirak etmək mütləqdir. Bəli, vacibdir, mütləqdir. Düşürük artıq aşağı. Yemək vaxtımız bitdi. 1 dəqiqədən sonra təzədən seminarımıza davam edəcəyik. Bizimlə qalın. Seminardan qısa kadrlarda sizlər üçün çəkib paylaşacağam. Ama görsem gedim çalışacağım. Ya bu seminar biraz informasiya karakterli oldu. Eşat. Birinci gün Sabahın xeyir. Salam. Arxaya otur, Dilarə də gəlir. Sabahın xeyir. Gözən gözlə. Gedirik Dilarəni götürək. Bəli. Tez min, tez min. Salam. Ay, abla necəsən? Abla necəsən? Seminarın ikinci günündən hər kəsə salamlar. Dünən nəzəriyyə qismini bitirdik. Bu gün isə döyüş idarəetmə praktiki ssenarini davam etdirmək üçün gedirik Abşeron Olimpiya İdman kompleksinə. Yolumuz biraz uzundur. Jaləni gözləyirik. Jalə yuxuludur. yuxulu. Bəli. Əsərin əsas qəhrəmanı. Vəzifə belədir də. Qoşqu müəllim necəsiniz? Sağ olun, sizi gördüm, daha şad oldum. Ay, nə gözəl. Haylətdən mulduk. İndi siz razısınız bu kadr paylaşılsın. Paylaşılsın, nə olacaq? Aşağı bakalım. Güzel bakalım. Ben de var. Hakkı verirsin abi. Hörmət var ya. Dilarə. Bəli. Bu işlərin axırı nə olacaq? Yaxşı olacaq. Bizi niyə bu ayırır? Tut. Ya. Sabah xeyir. Yaxşı, sən iyisən. Bizim üstü öldü, yaxşıdır. Sən getmə gəlmə. Deməli, bugün bizim hakimlik seminarının ikinci günündəyik və biz ikinci günündə hakimlərin praktik hissəsidir. Əslində mən də həmkarlarımın yanında olmalıydım, amma sırf bu vloqu sizə hazırlamaq üçün onlardan ayrılıb sizə informasiya verəcəm.
Hakim olmaq çox çətin, məsuliyyətli, həm də maraqlı bir işdir. Əslində belə deyək, siz tatamidə bizim rəsmi üzümüzü görürsüz, ancaq bizim də şən, zarafatcıl tərəflərimiz var və bu gün bizim kadrlarda onları görəcəksiniz. Onların zarafatları, onlar normal həyatda necə davranırlar, kontaktları necə qururlar. Başqa, sən nə dedin? Diyeyim. De. Diyeyim de orada. İnşallah o gün olsun. Sen idman hazır olasın. Aha. İnşallah. Beni de bir balaca bir vazife verirsen. Onu vereceğim. Telefon ya söndürülüb ya da Ya hədələr da sizi şarjını. alır, ya da sizi alır. Salam. Salam. Günün 45-ci salamıdır. Bu gün gəlmisiniz bizim ortamımıza. Bəli. Biz bu günləri gəlmişik Hong Kong eləməyə. Aha. Ortamın doğal ortamında. Baxın orada dalaşırlar. Deməli bu xanım dünənləri səhər-səhər zalı səhv salıb Ağşəhərə gəlmək əvəzinə gəlib Abşeron Olimpiya İdman Kompleksinə. Bəli. Bunu nətər bacardınız? Yəqin ki, öz səhvimdə düzgün oxumamışam yazılı. Gəlib oturmuşam burada, gözləyirəm ki, indi uşaqlar gələcək, gəlmədilər. Sonra xəbər bildim ki, yox, Ağşəhərdəyik, getdik Ağşəhərə. Xəzər. Salam. Siz hardan gəlirdiniz? Gəncədən gələn. Xoş gəlmisiniz. Hoş gördük. Nətərsiz? Əla, yaxşılıqsın. Sizdə vəziyyət nətərdir? Все нормально, şükür Allah. Her şey yaxşı. Orada ujur üstündə danışın. Ya da cüt da. Təs. Öpüşüb görüşmə mərasimi. Hər şey çıxır. Bəli. Azər müəllim küsüb. Yox, Niyə niyə? küsmüsünüz? Niyə incimisiniz? Yox, inciliyi zad yoxdur. Yaxşılıqdır, şükür Allah. Söhbət eləyək. Düşünürəm ki, belə vloqlar sizin üçün maraqlı olacaq. Bizim agendaya baxdıqda 2 günlük proqramımızda dünənləri yarış qaydalarının, nəzəriyyələrinin üzərindən yeni qaydalar müzakirə olundu və bu gün isə artıq onları icra etməliyik. Və bizdə ilk başlayır əl siqnalları ilə. İndi mənim həmkarlarım əl siqnallarını göstərəcəklər. Daha sonra isə bizim planımız necə gedir? Bizim agendaya baxdıqda bizim növbəti etapda olan prosesimiz video təkrarlardır. Bizim baş hakimimiz Gündüz Abdullayev bizə müəyyən situasiyalar deyəcək və həmin situasiyalara əsasən biz onları analiz edib düzgün cərimələri verəcəyik. Daha sonra döyüşlərin idarə etməsi olacaq. Buradan da çox maraqlı kadrlar gözləyir sizi. Məncə axıra qədər izləməyə davam edin. Çox adam düşünür ki, hakim olmaq üçün qaydaları bilmək kifayətdir. Amma bu belə deyil. Bu gün bunu siz real nümunələr üzərində görəcəksiniz. Və artıq onlar məşqə başlayıblar. Bu hissədə hakimlərimiz döyüşün ortasında necə dayandırıb və necə başlayacaqlarını birlikdə məşq edirlər. Burada hakimlər idmançının yerə yıxıldıqdan sonra döyüşü saxlayıb, ayağı qaldıraraq daha sonra yıxılma cəriməsinin verilməsini məşq edirlər. Yəni sən döyüşdə olarkən sən təkcə hakim olmursan, sənin rolun dəyişir və sən çox məsuliyyətli bir iş görürsən. Qalıyor. Çünki o burada saxlamısan rəqibi. Gəl bura. Burada. Qalıyor. Mən buna özümə yer olmalıyım. Amma bunu aralı çox belə saxlamıram. Çox. Çox. Sizə onu qeyd edeyim ki, hakim olmaq çox çətindir. Çünki sən təkcə qaydaları bilməli deyilsən. Yəni sən stress altında işləməyi bacarmalısan, məşqlərin təzyiqinə davam gətirməlisən, emosiyalarını sıfırlamalısan. Çünki bu çox vacib bir məqamdır. Əgər sən emosiyalarını idarə edə bilməzsənsə, yaxşı hakim də ola bilməzsən.
Çox insanlar düşünür ki, hakimlər qərəzli olur, amma yəni bu belə deyil əslində. Çünki sən tatamiyə çıxdıqda tam fərqli içində bir məsuliyyət olduğuna görə bütün prosesi orada nizamlayıb orada davam elətdirməyə çalışırsan. Yəni hakimlər tatamidə qərar vermir. Yəni hakimlər tatamidə əslində qərəzli qərar vermirlər. Sadəcə baskı altında insan faktorunu nəzərə alaraq situasiyanı idarə edirlər. Elə burada bir sual çıxır ki, elə indi videonun altına yaz ki, səncə hakim olmaq çətindir, yoxsa idmançı olmaq? Bizdə o qədər zor yoxdur. İşləyirik. Bizdə bloglardır. Yəni maşın falan. Yox, bayaq çəkdim. Yox, şəkil çək. Lağar bunu. Onun ekranı Azərbaycanda yoxdur. Lağar. Məcnali. Yox, lağarlıqdır. Bunu bastım. Basın. Nəyə basıb ki? Olmaz. Bunu basmamışıq. Yox, bura bax şey deymək olmaz. Onu Asil bastı. Allah haqqı Asil bastı. Sonra Türkiyə Aysel yazıb orada. Canlı yayımdasınız. Bəli. Kankalar. Bəli. Kanka. Bazar. Senari düzəltdi. Qədri bilmədi. Özü yıxıldı ki, buna cərimə versin. Ay, həmin sənəni. Səbinə dedim ki, Səbinə niyə stand-up vermədin orada? Deməli, hakimlər arxada jestləri işləyirlər və həmişə onların yanında oldu. Bu gün kənardan onları izləmək çox maraqlıdır. Əslində kənardan baxanda jestləri etmək çox asan görünsə də, biz bunu burada məşq zamanı nə qədər mükəmməl etsək də, tatamidə həyəcan, döyüşün adrenalini, bütün bunları üstələyərək bizim hərəkətləri düzgün etməyimizin bəzən qarşısını alır, hətta 20% mükəmməlliyyətçiliyimizi salır. Buna görə də bizim üçün seminarlar təşkil edilir ki, biz həmin seminarlarda o qədər praktika edək ki, yarışda nə qədər stresli olsaq da hərəkətlərin düzgün hizada olunmasını itirməyək. Seminarda təkcə beynəlxalq hakimlərlə yanaşı milli hakimlərimiz də var və onlar da yavaş-yavaş təcrübə toplayırlar ki, gələcəkdə beynəlxalq dərəcəli hakim olsunlar. Burada Aysel var, hansı ki məndən paralel vlogu çəkir. Hərəkətlərimiz əla keçir. 50. Beynəlxalq dərəcəli hakim Elşad müəllim var və bir zamanlar mən onun tələbəsi ilə döyüşürdüm. Çox təəssüf. Seminarın göy gözü var. Artıq 48-ci salamdır. Neynəmi səni çəkib? Çəkmirəm səni. Çəkmirəm. Görün burada kim var? Suyunu təqdim edək. Bəlkə qara gələrək. Başqa ləzgi dinlə nəsədir də? Verida en seyirdiz tamaşa. Düz, çotqa. İndi isə artıq hakimlər başlayıblar praktik hissəyə. Başlayıblar ssenarilər üzərində işləməyə və hərəkətləri, jestləri icra etməyə. Sen dans edin. Əgər ki, belə videoların davamını görmək istəyirsinizsə, o zaman YouTube kanalıma abunə olmağı və bölümü like etməyi unutmayın. Və 2 günlük seminarımız bitdi. Yeni şeylər öyrəndik. Amma ən əsası da çox maraqlı bir vaxt keçirdik. Hakimlərlə çox da belə tez-tez görüşə bilmirik. Belə seminarların olmağı da bizim kollektiv şəkildə vaxt keçirməyimizə çox dəstək olur. İndi növbəti həftə üzümüzə gələn deyil də, növbəti həftə bizim yarışımız var. Həmin yarışa hazırlaşırıq. Oradan da vlog olacaq. Amma indiki hazırda bugünün vlogunu yığmağa gedirik. Son 2 günün vlogunu yığacağıq sizin üçün. Ona görə də YouTube kanalında izləmədə qalın. İzləmədə qalın. Kanalı takip edin. Abunə olun. YouTube'da abunədir. Da, biri də gəldi.
O şey Kanala mi? abunə olub, videonu like atmağı, videoya like atmağı Unutmayın. Like atmağı unutmayın. Neyse siz ona çok da fikir vermeyin. Kanala abone olun. Videoları daimi izleyin. Bugünkü seminer necə keçdi? Bir-iki söz cümlə deyə bilərsən? Elə bu. Böyle bu. Nə deyim başqa? Yorğunçuluğum var. Yox, En çok yorulan ben oldum. Psixoloji cəhətdən yormur axı. En çok yorulan ben oldum. İlk Çok defa yaxşı idi ki keçən, seminarda öz vlogunu çeken şəxs olaraq iştirak edirdim. Hərəkətləri eləmək məncə daha rahatdır çən vlogu çəkmək. Çünki hər kadrı izləməlisən, nələr danışdılar, arada maraqlı nə hadisələr baş verdi. Qaçırmamalısan. İlk vlogumuz məncə pis değildi. Ama siz baxıb şərh yazın da yəni. Bu qədər əziyyət çəkmişik, heç olmaya videonu like Qarşılıq etməyi unutmayın. Hələlik.